Neynək? Amma bilirsən bu bala ki var, bala deyil, lap bəladır, bəla. Ağzılı xeyriyyətlə ki, elə nə edirsən? Yox, bacı, sən gəl mənə qulaq as. Deyir, bu uşaq birinci adamın qanını içir. Yəni ana bətnində. Sonra dünyaya gəlir, başlayır adamın canını yeməyə. Yəni ki, südün əmir. Ondan sonra da axırda malın yiyir. Sonra da papağın yan qoyur, deyir ki, mən getdim, xudahafiz, bir də görüşərik qiyamətdə. Belədirlər də hamısı. Əbşir, nə başaya vurursan? Sən naxələv övladdan niyə danışırsan? Sən mərifətli, qədir qiymət bilən övladdan danış. Hardaydı o qədir bilən övlad, hə? Sən Var idi övlad. Uşaq vaxtı hamısı quzu kimi olurlar, ana quzusu olurlar. Elə ki, biraz böyüdülər, 20-25 yaşları oldu. Ya olurlar xuliqan, basırlar hamısını dama, heç üzlərini də görmürsən. Ya da ki, oxutdurursan, hamısına ali təhsil verirsən, savad verirsən, o qədər şey edirsən, onda deyirlər ki, ayda da, ay məmə, siz mənim ev eşiyimə yaraşmırsınız. Mənim sizlə söhbətim tutmur, kulturanız çatmır. Onda da atırlar sənə bayrağa, ya da ki, özləri çıxıb gedirlər. Yenə də üzlərini görmürsən, bəs.